Salam əziz şagirdlər. Bugün belə deyim də, Elmətdin Tağıyev kitabından, test kitabından sizə 65-dən sonranın izahını verəcəm. Ən çox şəkilli sualların izahını verəcəm. Qalan sualların izahında belə deyim də, dərslərimdə izah verəcəm inşallah. Başlayaq vaxt itirmədən sualların izahına. Deyib ki, A1 A2 paralel olarsa, A3 də A4-də paralel olarsa, alfa bucağını tapın. Uşaqlar, bu bucaqlara uyğun tərəfləri paralel olan bucaqlar deyirlər. Uyğun tərəflər paralel olan bucaqlar ikisi də iti bucaq olduğu üçün bunlar eyni adlı bucaq sayılır və eyni adlı bucaqlar bərabər olacaq. Amma biri iti, biri kör bucaq olarsa cəmi 180 dərəcə olacaq. Birazdan onsuz işləyəcək. Deməli, 3 alfa bərabərdir. Alfa üstə gəlsin 12. Bu alfanı keçirsəm bu üzə 2 alfa bərabərdir 12-yə. Alfa bərabərdir 12 bölünsün 2-yə. Alfa da oldu 6 dərəcə. Bizdən alfanı istəmişdi. Cavab eynidir. Bunda da eyni tənli işləyəcəksiniz. Deməli uşaqlar, bunda da bir dənəsi kör bucaqdır, bir dənəsi iti bucaqdır. Cəmi nə qədər olacaq? Müxtəlif adlı olduğu üçün 180 olacaq. Yəni yazılacaq alfa üstə gəlsin 2 alfa plus 30. 2 alfa plus 30 bərabərdir 180-ə. 3 alfa plus 30 bərabərdir 180-ə. 3 alfa bərabərdir 180-dən 30-u çıxanda 180. 180 çıxılsın 30. 3 alfa bərabərdir 150-yə. Alfanı tapanda 150-ni 3-ə böləcəm, 50 alınacaq. Belə cavab bu şəkildə olacaq. Ondan sonra növbəti sual. Bucaqlara qonşu olan 2 dənə bucaq. Uşaqlar, bu qarşılı bucaqlardan söhbət gedir. Bu bucağa qonşu olan 2 dənə bucaq deyəndə, bax buna, bu bucağa qonşu olan 2 dənə bucaq bu bucaqlardır. Bu bucaqdan bu bucaq. Yəni bu bucaq, bir də bu bucaq. Bunlar da qarşılı bucaqlar daxil uşaqlar. Qarşılı bucaqlar da bərabərdir. Deməli 220-ni 2-yə böləcəm. 110 bu olacaq. 110 da bu olmalıdır. 110 110. İndi 110-un qonşusunu tapsam, bucağın üzrünü tapsam 70 olacaq. 180-dan qonşu bucaqların cəmi 180 dərəcə daxil. 110-u çıxacam 70 olacaq. Cavab olacaq deməli 70 dərəcə, amma heç yoxdur. 70 olmadı şu olacaq. Çox şimdi bu 70 olmalı idi. 70 olmalıdır. Belə. Bucağa qonşu olan eyni suallardır. Buna xahiş edirəm özünüz baxarsınız. Deməli bu suala baxaq. DB deyib ki, bunu tənbüləndir. Tənbülən nə idi? Tənbülən bucağı 2 bərabər hissəyə bölən xətt idi. Əgər bu xətt nə qədərdirsə, eyni zamanda bu xətt də o qədər olacaq. ABD 140-dır. Bax bu 140-dır. Bu 140-dırsa uşaqlar, bax bu hissəsi 140-dırsa, bu 40 olacaqdır. 180-dan 140 çıxaram 40. 40-dırsa bu da 40 daxil uşaqlar. Tənbüləndir də, eynidir. 40 40 80, 80-dırsa deməli bu 100-dür. Bizdən ABC-ni istəyib. ABC-ni. O da 100 olacaq. Cavab A bəndi. Uyğun tərəflər paralel olan bucaqlardırsa, bu 40 dərəcədirsə, deməli bunlar da 40 dərəcə olacaq. Yəni bu da 40 dərəcədir. Bu da 40 dərəcədir. Uyğun tərəfləri paralel olan bucaqlardan gedir. 40-dan 40-ın da cəmi olacaq 80. Alfa plus beta deyib. Alfa da 40-dır, beta da 40-dır. 40-dan 40-ı toplayanda 80 ediləcək. Bu da eyni qayda. Bu 60-dırsa, bunlar da 60-dır və cəmini tapmaq su kimidir. 76-cı suala baxaq. ABD bucağı CBD bucağından 5 dəfə. ABD bucağı bu bucaq, uşaqlar, bu bucaq bundan 5 dəfə böyük o deməkdir ki, buna x deyəcəm. Buna 5x deyəcəm. Deməli, cəmi 180 dərəcədir. X plus 5x bərabərdir 180-ə. Yox, 180 yox, bağışlayın uşaqlar. 120-yə. 180 açıq bucaqdır. 120-yə. Bu həndəsədə o qədər 180 eşitmişəm ki, mən eləməyin hamısını deyirəm ki, 180. 120, x-də bərabərdir. 120-ni 5-ə böləcəm. 24 alınacaq. Deməli, bu 24-dür. Bu isə 5-i 24-dür. Səhv elədim ki, 5x-in x-i toplayanda 6x uşaqlar. 6x-i də 120-də 6-ya böləndə 20 alınacaq. Bu 20-dir. Bu olacaq 100. 100. Deyib CBD bucağını tapın. CBD, yəni 20 dərəcə. Belə. Uşaqlar, qonşu bucaqların cəmi nə qədərdir? Ay müəllim, 180 dərəcədir. Bəli. Plus beta plus 30 bərabərdir 180-ə. Alfadan betanı tapsam, alfa plus beta 20-dən 30-u toplayanda 50 bərabərdir 180-də. Alfa plus beta
180-dən 50 çıxanda 130. Belə. 130 A bəndi. Ondan sonra uşaqlar davamına baxaq. Davamı. Yenə də 40-dan 20 toplayacağım 60. 180-dən də 60 çıxanda 120 alınacaq. Bu da belə. Bu bucaqlar necə bucaqlardır? Bərabər bucaqlardır. Alfa plus 20 bərabərdir. Beta plus 40. Mənim niyə? Qarşılı bucaqlar da uşaqlar, qarşılı bucaqlar bərabərdir. Alfa çıxılsın beta 40-dan 20 çıxanda 20. Belə. Bayaqdan işləyirəm. Uşaqlar bu suallara baxaram. Şəkilli suallara baxacağam. Şəkilsiz suallara sabah inşallah baxacağam. Deməli, bunlar tənbüləndir. Tənbülən isə bu bucaqdan bu bucaq bərabərdir. Yəni 2x plus 10 45 çıxılsın 3x. Bu keçirsən bu tərəfə 2x plus 3x bərabərdir 30 45 çıxılsın 10. 5x bərabərdir 45 35-ə. X-ə bərabərdir 35 bölünsün 5 7. Bizim x bucağın yox, A o B bucağın. A o B bucağını necə tapırlar? Bunlar toplayanda birinci bunu tapaq. 2 7 neçə edəcək? 14 üstünə 10 gələndə 24. 24 budursa 24 daşıyaraq tənbüləndə. Bu da 48. Bu da eyni qayda. Yenə deyim kimi şəkildə suallar uşaqlar sabah izahlanacaq. Başlayaq belə bu suallara. Uşaqlar dedim ki 2 dənə paralel xəttin üçüncüsündən kəsişməsindən 8 dənə bucaq alınırdı. Bu bucaqlarda bildiyimiz kimi iti və kör bucağın cəmi 180 dərəcə idi. Yəni 2x plus 10 20 bir də x plus 10 bərabərdir 180. Əgər ikisi də eyni növ bucaq olsaydı bərabər olacaqdı. 2x-in x-ə toplayanda 3x, 20-dən 10 toplayanda 30 bərabərdir 180-ə. 3x 180 30 çıxanda 150, x-ə tapanda 150-ni 3-ə böləndə 50. Bizdən 3x ilə istəmişdi deyə 150 olacaq. 3x istəmişdi. İnşallah indi buna baxın bir dənə siz. Bunu biraz uzadıb emədə oxşada bilərəm və ya qələm ucuna görə bu üçünün cəmi 360 dərəcədir. 60 130. Elədi 190 190. 360-dan 190 çıxanda 170. 170-dir. 170. 170 qoysun nə qədərdir? Beta da 10 olacaq. Beta 10. Baxın, bu üçüsünü tamamlayaram. 360 olmalıdır ümumi. Bu 60 olacaq. M qaydasına görə alfadan 30-un cəmi 60-dır. Alfa da bərabərdir 60-dan 30 çıxanda 30. Və yenə də M qaydası var, amma bunu tamamlayıb tapa bilərəm. Uşaqlar, bu 20-dir, bu 50-dirsə bu 30. Çünki 50-dən 20-ni çıxanda M-in tam almalıdır 30. 30-un qoyusu nə qədərdir? 180-dən 30 çıxanda 150. Belə. Cavab 150 olacaq bunda. Üsbucağa tamamlama üsulu. Alfadan 60-ın cəmi alfa plus 60 bərabərdir 130-a. Alfa bərabərdir 130-dan 60 çıxanda 70. Belə. Bu 120-nin qonşusu 60, 140-ın qonşusu 40 dərəcə. İndi x bucağı olacaq 60-dan 40-ın cəmi. Eləcə 100 və ya burada uşaqlar qələm ucuna baxın. Bunların üçünün cəmi bu, bir də bu. Cəmi 360 eləməlidir. Gəlin onu o şəkildə işləyək. 100-dən 160 toplayanda 260, 360-dan da 260 çıxanda bunları toplayıb 360-dan çıxaranda bu deyiləcək 100. Bu da 100 oldu. Belə. Bu asandır uşaqlar. Bu alfanı bizə istəyib 40-dan 60-ı toplayacam 100. Bu su kimidir. M qaydaların asandır olacaq. Belə. Baxın bir dənə. Bunu birləşdirərəm tam 90-a gətirmək üçün. Deməli, bu 50-dir, bu 90-dır. Bu da olacaq nə qədər? Düz bucağı, üst bucağa görə 90. Üst bucağın daxili bucağına cəmi 180 deməli. 90-dan
Bu 90-dır, bu 40, 50-dir, 140, bu olacaq 40. Yaxşı uşaqlar, 40-ın qonşusu nə qədərdir? X qonşusudur da 180-dan da çıxacam 40 dərəcəni, X olacaq 140. Belə. Baxın. Bu 30-dursa Z qaydasına əsasən, bu 30-dursa deməli bu da 30-dur. Yaxşı, bu nə qədərdir? 360-dan 30-u çıxacam. Belə. Uyğun tərəfləri paralel olan bucaqlardır və eyni adlıdır. Bunlar bərabər olacaq. 2x bərabərdir x plus 30-a. İndi 2x-dən x-i çıxanda x bərabərdir 30-a. Belə. Bizə nə istəmişdi? MNK-nı. MNK-nı. Yox. MK-ni. Elə 30 deyil. 30 üstə 30. 60 edəcək. Cavab 60. Bu da 4x bərabərdir 2x plus 20. O tənlikdə həll edib işləyəcək uşaqlar. Deməli, bax, bunlar uyğun tərəflər paralel olan bucaqlar. Bunların ikisinin cəmi 80-dırsa uşaqlar. Bunlar hərfləri onda 40-dan 40-dır. 40-40. Belə. İndi bunlar topladıq. Bunlar çətin deyil. Bunlar su kimidir. Bizə nə isib? MNK-nı. MK-ni. Bir də 40-dır. Bərabərdir axı. Belə uşaqlar. Çox çətin sual yoxdur. Sonlarda da bax, bunun cəmi 180 dərəcə olub işləyəsən. Bunlarda da eyni qayda. Sağ olun, salamat qalın. Gələn videolarda görüşmək ümidi ilə. Dərslərə də diqqətli baxın, qaydalara ciddi baxın. Sağ olun, salamat qalın.